İndi elədir ki, tohid olmasa problem yoxdur, əsas mənhəcdir. Mənhəc olmasa tohid fayda vermir. Həmçinin bəziləri çıxıb elə ithamlar yayırlar ki, sınaq qursa, ümumiyyətlə sələfi tələbələr haqqında ki, onlar o qədər mənhəc məsələlərindən danışırlar ki, artıq tövhidi atırlar ikinci plana, tövhidə əhəmiyyət vermirlər. Ümumiyyətlə, sual belədir ki, sizin düşüncəniz necədir? Mənhəc tövhiddən əzəmətlidirmi? Və yaxud da ola bilərmi ki, bəzən mənhəc məsələsi tövhiddən daha çox ehtiyac olsun bir bölgədə? Bilirsiniz, əlhamdülillah, heç kəs tohidi, mənhəci tohiddən üstün eləmir. Əqidədən üstün eləmir. Sadəcə biz deyirik ki, mənhəc əqidənə bağlıdır, bilirlər. Bəli, ola bilər, bəli. Məsələn, elə bir yer olsun ki, hansısa bir məsələ daha mühüm olsun, ondan danışılsın. Bu o demək deyir ki, sən bu məsələdən çox danışsın, əfsəl görürsən başqa məsələlərdən. Yox, elə deyil. Tohiddən üstün ola bilməz heç nə. Bütün Peyğəmbərlər tohidə dəvət edir. Sadəcə, bilirsiniz, belə adam danışanlar ya onlar savadsızdır, tuta bilməyiblər söhbəti. Elə fikirləşiblər ki, tohidi kimsə mənhəci tohiddən üstün görür. Onun savadsızlığına qayıdır. Çünki olmaz elə, heç kəs mən inanmıram özünə sələfi deyən adam desin ki, mənhəc tohiddən üstündür. Sadəcə ola bilsin. Məsələn, adam da gəlib bir dənə yerə, görüb ki, oradakı məsələlər əsas mənhəc məsələlərində boşluq var, tohiddə yox. Və deyim ki, qardaşlar, mənhəc məsələlərinin üstünlüyü verir. Bu demək deyil, mənhəc tohiddən üstündür. O demək deyil, o ya kim belə başa düşüb, səhv başa düşüb, onun cahilliyinə və ya qərəzlidir. Elə təqdim edilmək istəyirlər onlar. Tutaq ki, mən özüm birdən mənhəc məsələlərindən çox danışıram. Məsələn, Allahın səmada olmağından məsələn, o demək deyir ki, mən o məsələni bundan üstün görürəm. Elə məsələlər var ki, hətta fikri məsələlərdir. Sələf alimləri tohid kitabı yazanda o məsələləri salıblar tohid məsələlərin arasına. Hansı ki, tohiddən deyil o. Lakin mühüm olduğuna görə bəzi məsələlər var idi ki, məsələn, inkar ediblər. O məsələləri tohiddən daha üstün görürlər. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclərdən çox danışır. Hərdən. O demək deyil, tohiddən üstün görür. Lakin mühüm olduğuna görə. Ona görə elm tələbəsi, ümumiyyətlə elm tələbəsi, alimləri görən adam və s. O, yaşadığı yerdə hansı daha mühüm məsələdir, ondan danışmalıdır. Bərabər başqa məsələlərlə bir yerdə. Aydındır? Mən inanmıram kimsə desin ki, mənhəc məsələləri tohiddən üstündür, mütləq mənada. Mütləq mənada. O da bilsin adamın savadsızlığına yerəydir. Ya qərəzli də elə təqdim edilmək istəyir. Anlatmaq istəyir. Az ki, Allahlarla məşğullar. Həmçinin belə bir münasir ortaya ki, tövhidi olub, mənhəci olmayan insana nə kimi təhlükələr gözləyir? Azmaq. Necə ki, tohidlə, əqidənlə biz qoruyuruq özümüzü Əhlüsünnənin əqidəsində, mənhəcində. Həmçinin mənhəc məsələləri də aydın məsələdir ki, əqidənlə mənhəc arasında fərqlilik var. Lakin bağlıdır bir-birinə. Məsələn, əgər biz mənhəc məsələlərini qoysaq qırağı, onda İbn Ladin və s. Bağdadi və ya Abu Hanzələ və s. onlar sələfi çıxacaqlar. Məsələn, Abu Hanzələ bir münazirəsi var sufilərlə. Allahın səmada olmağın və s. Əhlüsünnə və Cəmaət əqidəsindən orada münazirə gedir. O da belə Abu Hanzələ sələfidir. Lakin biz Əhlüsünnə və Cəmaət birin azmış görürük, birin bidətçi görürük, xurafatçı görürük, bir dənə əqidənə yox, mənhəcləndir. Və bu saat mənhəc məsələlərində daha çox azmaqlar var. Ola bilər əqidəsində gör ki, sələf əqidəsidir. Aydındır, bu aydın mı sayılır? Bəli. Həmçinin buna dəlil getirmək olarmı ki, bəzən Allah Rasuluna sual veriləndə ən əfsənəli hansıdır? Bəzən həcci deyərli, bəzən cihadı, bəzən namazı. Əhsən. Yəni, bəli. Peyğəmbər sallallahu aleyhi ve sellem məsələn, bir neçə dənəniz var ki, gəlib soruşurlar, ən əfsəl əməl hansıdır deyir, Allah yolunda cihad eləmək. Sonra gəlib soruşurlar, ən əfsəl deyir, namazı vaxtında qılmaq. Sonra gəlib soruşurlar, deyir, valideyni baxmaq. Münasib hansıdır o vaxtı? Onu daha danışmalısan, daha çox, daha aydın ki, insanlar azmasın. Aydın məsələ. Bu qədər. Bir dənə də məsələ var, sual var. Belə deyək, mənhəcdən və yaxud da əqidədən azan tələbələr çeşidlənirlər sizə qarşı mövqeyində. Bəziləri deyir ki, o mənhəzdən heç nə bilmir. Ki, belə azanlar var, dəvət aparırlar ki, Şeyx Ahmet mənhəzdən heç nə bilmir. Bəziləri deyir ki, yox, ancaq mənhəzdən danışır, tövhiddən heç nə bilmir.
O maraqlı məsələ budur. Hər İxtilaf eləyiblər. Bəli. Yox, mən demirəm ki, mən alim olub, üçün bilmirəm, öyrədin. Bir-birlərini Əgər məsələn mən nəsə Əhlüsünnə və Cemaat əqidəsinə, mənhəcinə müxalif danışıramsa, qoyurlar Əhlüsünnə və Cemaat əqidəsinin üsulunu qoysunlar ortaya. Mən demirəm ki, hər şey bilirlər. Çox şey var ki, bilmirəm. Öyrənirəm. Belə necədir, yaxşıdır belə? Avaslı. Mən məyər demişəm ki, mən hamısından çox bilirəm. Yox, məndən çox bilən qardaşlar var, elhamdülillah. Hə, elhamdülillah. Yox, sadəcə o azdırmaq da, allatmaq da cəmaatı. Fikirlərində, baxışlarında cəmaatı allatmaqdır. Rəssalam. Allah səbəkət versin. Allah razı olsun, Allah bizə işte faydalarından etsin. Amin. Selamun aleyküm. Aleyküm selam.